İndi sən bir dənə bizim bir dəftər al. Dəftəri də ki, asıl oradakı borclarımızı hesabla. Bunu da gələrsən onun üstünə. Salam olsun hər kəsə. Yəqin ki, videonun əvvəlində gördünüz, yəni keçən dəfə, dünən yoxsa gün qardaşımız üçün canlı yayım açdım. Müəyyən imtiyazların siz xalqın birliyi ilə, millətimizin birliyi ilə, müəyyən imtiyazların, müəyyən vəsaitlərin ödədiyi birlikdə köməkləşdik, dəstək olduq. İndi istəyirəm ki, yenə də sizlərin köməyinizlə, sizlərin vasitəvinizlə bizim qardaşımız Sahib Qarabağ qazisidir. 16 ildir ki, yəni bu yatağa məhkumdur, Kalyaskaya məhkumdur. İstəyirəm ki, yenə də sizlərdən köməyimi istəyirəm. Gəlin birləşəyin. Düzdür, dövlətimiz də hər zaman yanındadır. Müəyyən limitlər var ki, dövlətimiz ayırıb. O limitlər əsasında qardaşımız müalicələr alır, müayinələr alır, bir çox terapiyalardan yararlanır. Buyur qardaşım, söz verilən. Salam, axşamınız xeyir olsun, xoş gəlmisiniz. Mən sizdən dəstək istəyirəm, köməklik istəyirəm, müalicələrimə görə. Mənim ayağımda çürümə gedir, yaralar var, yaralara vaxt cihazı var, o qoyulmalıdır. Onun üçün sizdən dəstək istəyirəm. Dəstəyinizi gözləyirəm. Baş sağ ol. Gəlin köməkləşəyin, birləşəyin, bir millət olaraq. Dövlət necə bunun yanındadırsa, biz də millət olaraq bu qardaşımızın yanında olaq. Nə var ki burada? Yəni bugünkü günləri həqiqətən dövlətimiz, mənim də evimdə xəstə övladım var, müəyyən limit ayırıb. Xəstə övladım üçün də. Yəni o limitdən oyuna keçə bilmirəm. Bugünkü günlərdə bu qardaşımızda elə bir limit var ki, o limitdən oyuna keçə bilmir. Həqiqətən bu günləri ehtiyacı var. Doğrudan da belədir. Videonun da əvvəlində görübsünüz. Minnətdaram, çox sağ olun.